Türkan Fərizadə səni efirdə görüb də anonsda gəlməməyinin şərti bu olub ki, mən qızlarla efirə çıxmıram, yəni xanımlarla efirə çıxmıram. Səncə bugün sən mi bu şərti qoymalısan ki, mən kimi ilə çıxım, yoxsa Türkan Fərizadə mi qoymalıdır bunu? Yox, bilirsiniz necədir Torik? Hər kəs özünə cavabdehdir həyatda. Ümumiyyətlə doğru seçim deyil və orada bizim dəyərli dostlarımız əyləşmişdi. Ruslan. Kimlər var idi? Ruslan Səfəroğlu. Yox, Ruslan Meyxana. Ruslan Müşfiqabadlı dostumuz. Çox gözəl, çox mədəni, çox tərbiyəli, əxlaqlı bir insandır. Mən xətrini də çox istəyirəm və ümid eləyirəm ki, tamaşaçılar da hər zaman hər kəsi gözəl tanıyır. Yəni efir vasitəsilə də olsa bilirlər kim nədir. Mən orada bir söz eşitdim ki, yəni həqiqətən Türkan xanım salamlayıram. Deyib ki, mən meyxanaçılarla və xanım ifaçılarla. Bəs qabaqdan bilmirdi ki, kimin olacaq qonaq? Ola bilər. Yəni bizdə Sənan zəng vurur, deyir ki, qonaqlar kimdir, bilirsiniz. Yəni necə qabaqdan bilməyənlər? Yəqin ki, bilib. Mən düşünürəm ki, bu yanlış bir addımdır və yanlış bir fikirdir ki, mən orada bir xanımla, mən birinci növbədə, yəni yəqin ki, hər kəs də bilir, mən artıq 2004-cü ildən 21 ildir. Bəli, 2004-cü ildən hələ ki, özəl kanallarda çıxışlarım olub və laureat olmuşam. 1994-cü ildə Azərbaycan televiziya müsabiqəsinin laureatıyam. Yaşıl Yarpaq televizyon müsabiqəsinin laureatıyam. 98-də Gönçə Festivalının laureatıyam. 2000-ci ildə yenə də Gönçə Festivalının laureatıyam. Və mən dünənin belə deyərdim ki, uşağı deyiləm də, yəni efirə gələm və müəyyən danışıqlarımla, müəyyən qalmaqallarımla, hər zaman sənətimlə, özümə hörmətimlə, tamaşaçılarıma hörmətimlə istəmişəm yadda qalam. Mən çox təəssüf hissi ilə deyirəm ki, yəni Türkan həqiqətən məni tanıya-tanıya və orada Ruslan dostumuzu tanıya-tanıya, Kərimi tanıya-tanıya efirə gəlməməyi bir növ biz özümüzə bir hörmətsizlik kimi qəbul edirik. O bir söz var, dəymə mənə, dəyməyim sənə də. Zema, yəni mənə dəymə də, məndən nə işin qalıb? Yəni o efirdə siz xoşbəxt olarsınız ki, bizim kimi insanlarla efirə çıxarsınız. Yəni Zema, sən bugün kiməsə statusundan bağlı olaraq bugün özünü kimdənsə reklamda aşağı görürsənmi? Ümumiyyətlə reklam bilirsiniz nədir? Mən sənətimlə həmişə öndə olmuşam. Mən reklama, nə bilim, mən bayaqlar bunu əbəs yerə taxmadım. Dedim görüm bəlkə məndə də dəyişiklik olar, gördüm ki, yox. O bəziləri artıq repertuar dəyişiləndən sonra, artıq nə bilim, geyim tərzi dəyişiləndən sonra. Amma repertuar dəyişsə də kütlələri eynidir. Yəni onları başqa təbəqə, o düşündükləri təbəqə toylara çağırmır. Onlar elə düşünürlər ki, yəni repertuar dəyişməklə mən indi bizim çox gözəl sənətkarlarımız var. Nasbəri xanımı ürəkdən salamlayıram, Dostəliyevanı, Xumar xanım Qədimovanı. Onlar hər zaman, mən bəli, bugün də istəyirəm ki, efirlərdə hər zaman o xanımlar yalnız çıxsınlar. Çünki onlar o sənəti sahibləniblər, peşəsində mükəmməldilər. Amma bugün mənim çıxıb deməyim ki, Tolik, mən Kamillə çıxmıram, Eldənizlə çıxmıram və yaxud filan kəslə çıxmıram və yaxud həqiqətən bu bir yanlışdır. Çünki insan o deyir, bar verdikcə başını aşağı salar. Mənim həmişə Allah ölənlərimizə rəhmət eləsin, anamın hər zaman mən qapıdan çıxanda dediyi sözdür. Söyüd nə qədər yüksək olsa da həmişə başını aşağı salır. Ona görə çalışmalıyıq ki, yəni hələ biz yəni orada deyilik də. Nə vaxt o Nasbəri xanımın yerində olasaq və yaxud o Xumar xanımın yerində olsaq, onda müəyyən seçim... Nasbəri xanımdır ki, çox təriflədi Türkanı. O yox, o müəyyən seçimlər eləyə bilərik, hardasa. Amma onu biz əgər bizdə orada deyiliksə, o seçimləri efirlərdə tamaşaçılara və yaxud aparıcılara irad tuta bilmərik ki, məni filan kəslə çağırma, bəhmən kəslə çağırma. Bu yanlışdır. Türkanı görsün bir hansısa məclisdə. Bu sualı verəcəksən ona? Yox, əlbəttə ki, mənim nədən çəkinəcəyim var. Həyatda heç nədən qorxacağım yox, çəkinəcəyim yox. Bir Allahımdan başqa. Yəni, hər zaman da toylarda da rastlaşırıq, şənliklərdə də, hətta belə deyərdim, məclislərdə də rastlaşırıq. Bu, nə bilim, vallahi hər kəsin Allah Taala qəlbini bilir. Bunu kim desəydi sən inciməzdin ki, oyunla efirə çıxmıram,
ya da sərt cavab verərdin ona? Mənim ürəyim istəmədiyi insanlarla, mənim sevmədiyim insanlarla. Var mı camiyyədə onlar? Yox, əlbəttə ki var, niyə də yoxdur? Üzə gülüb arxada başqa söhbət eləyən insanlarla. Təbii ki, mən də məsəl üçün bu yaxınlarda heç aparıcının adını çəkməyəcəm. Bir dostumuz var, mənə zəng elədi ki, səhər səni efirə istəyirəm. Dedim, ay filan kəs, mən uşaq deyiləm də, dünənləri gəlməmişəm. Sən bir gün efirə qalıb və dünənləri sən efirində lazımsız insanları görmüşəm. Mən həyatı boyu o efirə gəlmərəm. Niyə gəlmərəm? Yəni dünənki lazımsızları bugün müzakirə eləməyə. Həm dünənki biri var sənətdən söhbət gedə, biri də var ümumiyyətlə sənətlə heç bir əlaqəsi yoxdur. Və məni o səhərsi gün sən dəvət elədiyin efirdən sonra məni dəvət edirsən. Yəni mən efirləri götürmüşəm, neçə gündür Sənanla danışmışıq. 5 gündən çoxdur ki biz danışmışıq, bu günü təyin eləmişik. Biri də var ki mən gecə yatım, durum səhər mənə zəng eləsən. Gecə nədir? Axşam zəng eləyirlər ki, səhər 9-da efirə gəl. Dur efirə gəl, baxmır ki əməkdardır. Ayıbdır. Baxmır tanınmış, durur gedir deyir. Anonsa baxır, anonsa baxır. Anonsa görür yox deyir özü. Bəli, Anonsa bəli, baxır, olmaz, o olmaz. anonsun öz verilişinə elə bir ki, oradakı verilişin alternativini çıxardır da. Tolik, o Mən zaman bugün necə nə gördüm?